Dünyanın diqqəti Ağ Evdədir. Noyabrın 7-sində Birləşmiş Ştatlar prezidenti Donald Trump Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə Vaşinqtonda görüşəcək. Bu, C5+1 formatında keçiriləcək ikinci sammitdir. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyası çərçivəsində o zamanki prezident Joe Bidenin dövründə New Yorkda baş tutmuşdu. O zaman müzakirələr əsasən təhlükəsizlik, enerji resursları və iqtisadi sabitlik ətrafında cəmlənmişdi. İndi isə Vaşinqtonun gündəliyində daha konkret məsələlər mineral resurslara çıxış, enerji ticarəti və regional əməkdaşlığın dərinləşdirilməsi dayanır. Birləşmiş Ştatlar üçün bu regionun əhəmiyyəti təkcə iqtisadi deyil, həmçinin Mərkəzi Asiya, Rusiya, Çin və İran arasında yerləşən geosiyasi körpüdür. Belə ki, burada yerləşən 5 ölkə uzaq şərqə, ilk növbədə Çinə gedən yolun üzərindədir. Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin neft və qaz ehtiyatlarına malikdir ki, bu da Birləşmiş Ştatlar üçün əsas faktorlardandır. Hesab edirəm ki, bu sammit özü ilə müsbət nəticələr gətirə bilər tərəflərə, həm Mərkəzi Asiya ölkələrinə, həm də Amerika Birləşmiş Ştatlarına. Düzdür, bu bölgədə Rusiyanın da xüsusi maraqları var, hətta yeni oyuncu sayılan Çinin də xüsusi maraqları var. Amma mən düşünürəm ki, bu sammit, bu qarşılıqlı münasibətlər gələcəkdə Rusiyanın və Çinin bölgədə hər hansı bir destruktiv fəaliyyətinə deyil, tərəflərin qarşılıqlı əməkdaşlığı ilə nəticələnə biləcək müsbət bir mərhələyə gəlib çıxacaqdır. Bu marağın arxasında təkcə iqtisadi motivlər deyil, geosiyasi məqsədlər də dayanır. Başqa tərəfdən Rusiyanın Mərkəzi Asiyaya təsiri də böyükdür. Moskva bir sıra strateji məsələləri həmin regionu nəzərə almaqla qiymətləndirir. Həmçinin enerji resursları da mühüm amil hesab edilir. Birləşmiş Ştatlar Mərkəzi Asiya ölkələrini Rusiya və Çin təsirindən uzaqlaşdırmaq, regionda özünü etibarlı tərəfdaş kimi təqdim eləmək istəyir. Ukrayna müharibəsindən sonra Moskvanın iqtisadi və siyasi nüfuzunun zəifləməsi bu ölkələrə hərəkət imkanı yaradıb. Ekspertlərin fikrincə Qərb öz əməkdaşlıq strukturlarını qurmaqla Cənubi Qafqaz və Orta Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa çalışır. Moskva isə bu cür cəhətləri bütün mümkün vasitələrlə yatıracağını bildirir. Trump administrasiyası isə bu sammitlə həm regionda təsir dairəsini genişləndirmək, həm də Rusiyanın regionda üstünlüyünü sarsıtmaq niyyətindədir. Lakin Mərkəzi Asiya ölkələri üçün önəmli məqam odur ki, bir tərəfdən yeni imkanlar qazanmalı, digər tərəfdənsə böyük güclər arasında incə tarazlığı qorumalıdır. C5+1 sammiti göstərir ki, Mərkəzi Asiya ölkələri balanslı siyasətlə həm Rusiya, həm də Qərb arasında yeni qaydalar qurmağa çalışır. Birləşmiş Ştatlar üçünsə məqsəd aydındır, regionda iqtisadi və siyasi dayaqlarını möhkəmləndirmək. Nəticə etibarı ilə Vaşinqtonla bu yaxınlaşma həm yeni imkanlar, həm də risklər yaradır. Çünki hər addımda Moskva və Pekinin reaksiyası da nəzərə alınmalıdır.